Biz nəyi çəkəcəyik bugün? Azərbaycan 14-15-ci əsrlərdə Azərbaycan uğrunda mübarizə. Biz Cəlalilərdən danışırıq Arzu, yaxşımı? Baxdıq Cəlalilərə. Cəlalilər yaranmışdı 1340-cı ildən nə vaxta qədər? 1357-ci ilə qədər, yaxşımı? Amma Cəlalilərin Azərbaycandakı hakimiyyəti deyəndə 1359-dan götürəsiz nə vaxta qədər? 1357-yə qədər. Yəni niyə 1359? Bax, xüsusilə yazdım, fikir verin. 40-50-ci illərdə. Yəni 40-cı ildə yaranır, 59. Bir il qalmış 60-a. Bax, fikir verin. Şeyx Həsən Cəlali, Böyük Həsən mərkəzi Bağdadı ələ keçirərək Cəlali dövlətinin neyləmişdi? Əsasını qoymuşdu. Haranı ələ keçirdir? Bağdadı. Aydındır. Baxın, gördünüz Bağdada. İki çay arasında, yaxşımı? Bağdadı ələ keçir Şeyx Həsən Cəlalilər dövlətinin əsasını qoyur. Ölkədəki ara müharibələri var idi ki, Ərəb-İraqın hökmdarı olan Şeyx Üveys, yadınızda saxlayın, Ərəb-İraq idi də Bağdad, yaxşımı? 1359-cu ildə hara yürüş edəcək? Kürdən cənubdakı Azərbaycan torpaqlarını öz hakimiyyəti altında saxlayacaq. Kürü görürsünüz burada. Fikir verdiniz, hə? Kürdən cənubdakı Azərbaycan torpaqları. Şimal demirəm ki, yaxşımı? Cənubdakı tabe edəndən sonra dövlətin paytaxtını köçürdəcək Bağdaddan hara? Təbrizə. Fikir verərsiniz, Bağdad B, Təbriz B. Aydındır. Ondan sonra uşaqlar, daha sonra Şeyx Üveys 1367-ci ildə Şirvana yürüş edəcək. Baxın, bu dəfə çıxdıqmı şimala? 1367-də. Elə bilin ki, 50-ci illərdə Təbriz, 60-cı illərdə də neynəmişdim? Şirvanı özümə tabi etmişdim. Uşaqlar, Şirvanı özünə tabi etməsi nəticələn bütün Azərbaycana yaymasına gətirib çıxardacaqmı? Tabi etməsinə, yaxşımı? Cəlali sülaləsinin hakimiyyəti dövründə mərkəzi idarə sistemi möhkəmləndiriləcək. Mərkəzi idarə sistemi mis, suvarma sistemi, təsərrüfat canlanacaq. Əgər uşaqlar təsərrüfat canlanma baş verirsə, deməli suvarma sistemləri bərpa olunubdur da. Suvarma ilə təsərrüfat əlaqəlidir. Bir də Dövlətxana adlı nəhəng saray inşa edəcək. Bura qədər sizə aydın oldu. Aydın oldusa, bir dənə bunu refleksiya eləyirik, keçirik nəyə? Deməli, Cəlalilər dövləti nə vaxt yarandı? 1340-cı ildən 1357-ci ilə qədər. Cəlalilərin Azərbaycandakı hakimiyyəti 1359-dan taranı tutdu? Təbrizi. 1367-ci il Təbrizə tutandan sonra uşaqlar Bağdaddan gəldi paytaxtlara Təbrizə. 1367-ci ildə də Şirvanı tutmaqla nə dedi? Şirvanı tutur. Bəli, Azərbaycanın bütün hakimiyyətini yaymışdı. Bu sizə Şeyx Üveys. Şeyx Üveysin dövründə mən nə dedim? Təsərrüfat canlanırsa, suvarma sistemləri ilə bağlı idi, irriqasiya sistemləri idi, iqtisadiyyatı inkişaf etmişdi. Bəli, mərkəzi idarə sistemi mis. Yaxşımı? Mis nə deməkdir? Mis, metan. Başqa nə cür işlədə bilərsin misi? Mükəmməl. Sən misin? Azərbaycan. Sonra dedi ki, mərkəzi idarə sistemi möhkəmləndi. Vəssalam. Bu bizim Üveyslə olan haqq hesablarımız. Uşaqlar, Toxtamışın və Teymurun yürüşlərinə nəzər salırıq. Götürdükdə ümumilikdə 15-ci əsrin, baxırsınız, 80-90-cı illərdə Azərbaycana mübarizə dövrü üçün xarakterizə olunmuşdu. Mübarizə dövrü kimi xarakterizə olunur. Yaxşımı? Kimlər gəlmişdi? 1385-ci ildə, öncə burada yazıcım, sonra xərit üzərində deyəcəm. Toxtamış. Toxtadı, toxtamadı, axırdakı bura yürüş elədi. Toxtamış deyəsiniz ki, T hərfi ilə Dərbətdən gəldi T, Təbriz. Çaşmamaq üçün Təbrizə gəlib, yaxşımı? Uşaqlar, bu zaman Əhməd, Cəlali Sultan Əhməd idi. 1382-ci ildə gəlmişdi hakimiyyətə. 1382-də yox, bu neçə? 1357, hədə 82, sala qarışdırdım. 82-də gələcək hakimiyyətə 1410-cu ilə qədər. Sultan Əhməd qaçacaq hara? Bağdada. Yaxşımı? Təbrizdə şəhərin müdafiəsinə qalxacaq. Amma Toxtamış da danışıqlar aparacaq uşaqlar. Danışıqlar nəticəsində razılıq əldə olunacaq. Toxtamış, elə bil ki, əhali Toxtamışa veriləcək xəracın yığılması ilə məşğul olacaq. Toxtamış da buna əhalini inandıracaq. Əhali bunu inanıb yazdıqları silahların yerə qoyanda nə baş verəcək? Toxtamış şəhəri dağıdacaq, qarət eləyəcək şəhəri. Hamısını da yerlə yeksan eləyəcək. Gələcək hara? Toxtamış
Təb Qarabağa. Yadınızda saxlayın. Uşaqlar Qarabağa gəlirlər, oradan birləşib Qızıl Orduya gedirlər. Yəni 1386-cı ildə Əmir Teymurun yürüşü ilə əlaqədar Toxtamış Azərbaycanda qala bilmədi. Nədir? Buranı tərk edib çıxıb getdi. Nə cür ki Xarəzmşah Cəlaləddin 1225-31-ci illərdə gələndə Monqollar gəldi. Burada dura bilmədi, çıxdı getdi. Toxtamış da gələndə kim gəlmişdi? Teymur. Teymur gələndə uşaqlar, bunlar 1380-cı illərdə indi gəldi bu Teymurun yürüşünə. Gəl burada bax. Həm gör də. Sən gəl rahat otur. Dayan Arzu, biz orada oturaq, otursun rahat ha. Nə dedim mən sizə? Rahat olun ha. Deməli uşaqlar, bu Toxtamışla bağlı haqq hesablardır. Aydındır. İndi biz keçirik kimin dövrünə? İndi gəldik Toxtamışdan 1386-cı ildə Teymurun Azərbaycana birinci yürüşü olacaq. Teymur da yenə bax Toxtamış kimi gələcək haranı tutacaq? Təbrizi. Teymur da gələndə Əlincə qalasından başqa bütün Azərbaycan ərazilərini eləmişdi, tutmuşdu. Yaxşımı? Əlincə qalası ətrafında bax yadınızda saxlayın. Vuruşduqdan sonra gedəcək Qarabağa qışlamağa, yaxşımı? Ondan sonra biz deyəcəyik ki, niyə Əlincə qalasının üstünlük verirdi? Çünki Cəlalirlərin xəzinəsi burada yerləşirdi. Bunu da müdafiə eləyənlər var idi, onu da sizə deyəcəm. Amma uşaqlar 1387-ci ildə Toxtamışın, fikir verin bura, Buxara və Səmərqəndə yürüşü ilə əlaqədar neynədir? Burada qala bilmədi, tərk edib Azərbaycana çıxıb getdi. Yaxşı. Deməli, Toxtamışın birinci yürüşlərinə baş verdi 1386-cı illərdə. Bu zaman dedik ki, Sultan Əhməd çıxıb qaçıb getmişdi, ölkəni tərk eləmişdi. Cəlaliri əmirləri də harada müdafiə olunurdu? Əlincə qalasında. Yaxşımı? İndi bu Təbrizdən gəlir Naxçıvana doğru yürüş edir. Əlincə qalası ətrafına vuruşur. Vuruşanda qalib gələ bilmir. Gedir hara? Qışlamağa. Qarabağa. Qarabağa qışlamağa gedəndən sonra uşaqlar Toxtamışın Buxara və Səmərqəndə yürüşü ilə əlaqədar çıxıb gedir. Bura çıxıb gedəndə idarəsini kimə tapşıracaq? Miran Şaha oğluydu. Miran Şah da əhali arasında qəddarlığına görə Maran Şah adlandırmışdılar. İlanlar Şahı idi. O qədər qəddar, vergi siyasəti yeritmişdi ki, ona görə onu elə adlandırmışdılar. Yaxşımı? İndi uşaqlar, Əlincə qalasının müdafiəsində kimlər idi? Şəki hakimi Seyid Əli, Şirvanşah 1-ci İbrahim, yaxşımı? Gürcü hakimi 7-ci Georgi. Aydındır sizə? 7-ci Georgi, ay sağ ol. Kimlər kömək göndərmişdi? Şəki hakimi bir deyirəm. Seyid kim? Əli. 7-ci Georgi, sonra İbrahim 1-ci. İbrahim bəli. Bax, Georginin adlarını eşitmişik. 3-cü Georgi də eşitmişik, 4-cü də. Tez deyin, keçirəm o tərəfə. 3-cü Georgi 1163-cü ildə Atabəylər dövlətində Şəmsəddin Eldənizlə Naxçıvan yaxınlığında döyüşdə. 4-cü də bəli Monqollarla birinci yürüşündə kimlə? Özbəklə sülh bağlamışdı. Monqollar da gəldi bunları ayrı-ayrılıqda məğlub elədi. Əhsən 7-ci Georgi Əlincə qalası müdafiəçindən kömək göndərənlər idi. Bir də Hürfülük hərəkatının nümayəndələri idi ki, bizdə Hürfülüklə Nəyimi idi də, Nəyimi idi onun başçısı, sonra Nəsimi davamçısı idi. Bunlar da bu Əlincə qalası müdafiəçilərinə neynəmişdi? Kömək göndərmişdi. Uşaqlar, Təbriz şəhəri Azərbaycanın açarı hesab olunurdu. Təbrizə sahib olmaq bütün Azərbaycana sahib olmaq anlamına gəldiyinə görə, həm Teymur əmirlər, həm Teymur olsun, həm də əmirlər olsun, artıq Təbriz əsas məqsəd idi, yaxşımı? İndi Təbrizdən sonra deyəcəm ki, nəyə donadı? 1392-ci ildə Azərbaycana gəlir Teymur. Nə vaxt gəldi? 92. Bu qəşəng yazımda. 1392-ci ildə Teymurun ikinci yürüşü olur. İndi sizə mən burada bir dənə istiqamətlər deyəcəm. Onu başa düşəsiniz sonra. Əmir Teymur 92-ci ildə uşaqlar Cəlaliri əmirləri, Cəlali Cıcı Əlincə. Yaxşımı? Əlincə qalasını dedi. Əmir Teymura tabi olmamışdılar. Xacə Əmir Altun, Xacə Cöfər, sonra kim idi orada?
Sultan Əhmədin oğluydu, Xacə Cövhər Əmir Altun. Bunlar tərəfindən Əlincə qalası müdafiə olunurdu da, yaxşımı? İndi gəldik qala Sultan Əhmədin oğlu. Bayaq kim dedi? Əmir Sultan Tahir idi, Xacə Cövhər idi, Əmir Altun idi. Bunlar tərəfindən müdafiə olunur. İndi gəlin mən sizə bir dənə burada istiqamətlə deyəcəm, başa düşəsiniz. Baxın. Deməli, nəyi deyirəm mən sizə? Hardaydı? İbrahim nə idi? Əmir Teymur hara gəlib? Təbrizə. Fikir verirsiniz Təbrizə. Təbrizdən düşüb gəlirəm Bağdada. Bax, burada fikir verin, hə. Buranı qatıb qarışdırıram bir-birini uşaqlar. Sonra neyniyirəm? Əlincəyə qoşun göndərirəm. Amma tuta bilmirəm. Əlincəni tuta bilməyəndən sonra buradan yuxarı qalxacam. Burada yəqin ki, bilirsiniz də Gürcüstan ərazisidir. Hı? Gürcüstana yürüş eləyirəm. Oranı da dağıdandan sonra uşaqlar gəlirəm bu istiqamətlə Şəkiyə. Fikir verdiniz. Şəki vilayətinə gələndən sonra Seyid Əlini məğlub eləyəndən sonra uşaqlar mən buradan gəlirəm Dərbənd vasitəsilə yuxarı çıxacam. Burada da Qızıl Ordudur. İstiqamətləri bir də deyim mənə. Bax fikir verin İskəndər. Dedik hara gəlmişdi? Təbrizə. Təbrizdən gəldim Bağdadı qarət etdim, alt üst elədim. Sonra dedim ki Əlinciyə qoşun göndərdim. Aha, çıxdım buradan yuxarı Gürcüstana. Gürcüstanı da alt üst elədim, bəli. Şəkiyə gəlirəm. Şəkidən də dedim Dərbənd keçid vasitəsilə çıxıb gedirəm hara? Qızıl Orduya. Ay uşaqlar, gəlin indi mənə fikir verin. İndi burada biz 3-3 artım eləyəcəyik. 1392-nin üstə 3 gəlirəm 1395-ci ildə. 95 5 hərfdən ibarətdir. Teyrek döyüşüdür. Teyrəkdə 5 sözdən ibarətdir də, yaxşımı? Teyrəkdə uşaqlar 3T deyəsiniz. 3T nədir? Teymur, Toxtamış, bir də kim idi? Təbriz. Yadınızda qalsın. Təbriz nədir? Teyrek. Nə dedim 3T ilə? Teymur, Toxtamış, bir də nə? Teyrek. Aydındır. İndi burada fikir verirsiniz. Teyrek çayı sahilində baş verən döyüşdə Teymurun əsas nə idi? Toxtamışı məğlub eləyəcək Teymur əsasən, hə? Ondan sonra uşaqlar Şimali Qafqazın dağlıq bölgələrinə qədər gələcəm. Azov qalasına dək məsafə qoşması. Şimali Qafqazın dedim harasına qədər gəlirəm? Dağlıq bölgələrinə. Azov qalasına dək. Aydındır? Toxtamış gələcək, hə? Və bütün ərazini özümə tabe eləyəcəm. Şimali Qafqazın dönə-dönə deyirəm, dağlıq bölgələrinə qədər Azov qalasına dək. Uşaqlar, dənizi demirəm, Azov dənizi demirəm, ha, qala. Aydındırmı sizə? Beləliklə də bu yürüşdə Əlincə qalası istisna olmaqla uşaqlar bütün Azərbaycan torpaqları neynədi? Teymurlar tərəfindən tutuldu. Bu da sizə aydın oldu. Və indi burada gəlirik, dedim ki, bayaq sizə yenə deyirəm, Xacə Cövhər Əmir, Sultan Tahir Əmir Altun Bakırıq edirdi. Ondan sonra mən çıxıb gedəcəm, yadınızda saxlayın. Çıxıb, hələ düz atmışam da, hə. 1395-dən sonra üstə də 3 gəlirəm, nə edir? 1398. Hara çıxıb gedirəm? Hindistana. Aydındır? Sonra gedirəm Hindistandan dönüb dolaşıb gəlirəm nə vaxt? 1399 fikir ver, yəni bunu deyirəm ki, dolaşıb gəlirəm də 99 bir-birinə. Çünki Azərbaycana 3-cü dəfə yürüşüm. Deməli, birinci dəfə yürüşüm 86, 83, 86, 89-cu illərdə 3 illik yürüş idi. İkinci yürüşüm 2-2, 92, aydındırmı? Üçüncü yürüşümdə 1399-cu illərdə. Üçüncü yürüşündə də gələndə uşaqlar, bax fikir verin. Azərbaycana gələcək, Teymur Qarabağda məskən salacaq, yaxşımı? Şəki hakimliyinə qoşun yeridəcək, amma İbrahimin xahişi ilə həm Şəki hakimliyi, Seyid Əli ölmüşdü, yerinə Seyid Əhməd gəlmişdi. Əlinin ömrü qısadır, arzu, Əli tez gedəcək. Əhməd uzun gəlir, yaxşımı? İbrahimin vasitəsilə Şəki hakimliyinə toxunmayacaq, yaxşımı? Həmçinin uşaqlar, Azərbaycan olsun, Ön Qafqazın olsun, bir sıra vilayət hakimləri, Şəki hakimi Seyid Əhməd də Şirvanşah İbrahimin vasitəçiliyi ilə gələcək Teymurun huzuruna, yaxşımı? Onunla nə edəcəklər? İttifaq bağlayacaq və Seyid Əhmədi də Şəkin hakimi kimi tanıyacaq. Aydın oldu. 1399-un da üstə 3 gəlirəm nə eləyir? Bəli, 1402-ci ildə məşhur Ankara döyüşü olur. Ankara döyüşü mən sizə Osmanlı'nın keçəndə oradan deyəcəm. Bəyazitlə arasında o səbəbində Qaraqoyunlu'nda keçəndə deyəcəm. 1400, ondan sonra 2-nin üstə də 3 gələndə 1405-ci ildə axırı ki neynəmişdi? Mənə fikir verin. Teymur ölür. Yaxşımı? Vəfat edir də. Yəni, bəli.
1405-ci ildə Əmir Teymur vəfat edəcək uşaqlar. Əlincə qarasını nə vaxt tutub? Kulminasiya nöqtəsi. Bilirsən də kulminasiya nədir? Yaxşımı? 1400 zirvə idi. Baxın. 1400-cü ildə 1386-dan 400-cü ilə qədər neçə il edir? 1386-dan 1400-cü ilə qədər. Bəli. Gördünüzmü? 14 000 vəssalam. 1400 həm də 14. Bunlar heç özləri də bilməmişdi bu qədər zirkanla alına bilər. Aydındır uşaqlar. Səs yazılır da, hə? Bu da belə. 1405-ci ildə Teymur öləcəkdir. Teymuru ağalına son qoyulmasında deyirəm, qısalaşdırırıq. 16 dəqiqəlik dərs olmadı. 1405-ci ildə uşaqlar Teymur öləndən sonra Qarabağın ürəyi də Gəncədir. Yaxşımı? Qarabağ və Gəncədə fikir verirsiniz. Özünə tabe etmək üçün mübarizə başladı. Kimin başçılığı altında? İbrahimin başçılığı altında. Birinci İbrahim ha. Halbuki görün İbrahim nə gözəl siyasət yeritmişdi. Mən Teymurun vaxtında ona tabe oldum, onun dediyin elədim. Teymur öldü, istəyimə çatdı. Aydındır. İndi mən nə edirəm uşaqlar? Kaxetiya hökmdarı idi. Ərdəbil idi, Şəki idi, Gəncə hakimləri idi. Bunların birləşmiş qüvvələri ilə 1405-ci ildə Teymuru qoşunlarını məğlub eləyəcək. Uşaqlar, bayaq Teymurun ikinci yürüşündə mən ərazi dedim, tutdu İskəndər, haraydı? Şəki dedim, gəldi Bağdada, nə bilim, oradan getdi Gürcüstana, oradan getdi Şəkiyə. Bax, bunlarda uşaqlar 1405-ci ildə Teymuru hakimiyyətinə son qoyulacaq. Neçənci ildə? Gürcüstanda, Şirvanda, Şəkidə Teymur ağalığına son qoyulandan sonra uşaqlar Miran Şahın oğlu Əbubəkir Təbriz əhalisinə əlavə vergilər toplamışdı. Təbriz əhalisi köməyə kimi çağıracaqdı uşaqlar? İbrahimi. İbrahim də 1405, üstə də bir gəlirəm 1406-cı ildə. Əslində mən bunu demədim. 1405-ci ildə Kürçay yaxınında döyüş baş verəcək. İbrahim Teymur qüvvələrini məğlub eləyəcək. Var səndə. 1405-ci ildə, yaxşımı? 1406-cı ildə uşaqlar İbrahim hara gələcək? Təbrizə. Təbriz əhalisini tutmaqla 1-ci İbrahim Azərbaycanı nə edəcək uşaqlar? 2 ay orada hakimiyyət olur. Vahid halda birləşdirəcəkdir. Yaxşımı? İndi uşaqlar Təbrizdən sonra bu Teymur ölmüşdü. Teymur da Sultan Əhmədlə nə idi onun adı? Cəlaliri Sultan Əhmədlə Qara Yusifi həbs elətdirmişdi. Eşitdilər ki, Teymur ölüb, bunları həbsdən çıxardılar. Bunlar da çıxıb gəlir deyə İbrahim də görür ki, Qara Yusiflə, nə idi onun adı, Əhməd gəldiyinə görə İbrahim də burada qalmayacaq. Yaxşımı? Çıxıb gedəcək. İndi o birisində Qaraqoyunlarda deyəcəm mən sizə 1406-1408-ci illərdə baş verən üsyanları. Bura qədər sizə aydın oldu. Ha? Nəsə qaranlıq qalmadı ki.